Küçə yeməklərini, antireklamını aparmıram, amma çox ziyandır. Bütün uşaqlar ona qaçır. Nə olub? Bunu evdə etmək olar. Evdə nə qədər dadlı yemək hazırlasaq da azca yeyib gedir. Oğluma küçə yeməyi təklif edəndə deyir hə. Sferas xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam Günə Bax proqramında deyib. Sənətçi fast foodların ziyanından danışıb. Xatirə eyni zamanda tibb sahəsində sığortanın olmasından bəhs edib. Sığorta kartım var, illik 50 min manatlıq oradan istifadə edə bilərik. Bu həyat yoldaşımın işi ilə əlaqədardır. Heç vaxt istifadə etmirəm. Deyirəm ki, bu var da, get yoxlam. Utanıram etməyə, amma lazımdır. Həyat yoldaşım deyir, əvvəl 45 yaşdan sonra stressdən yoxlanma lazım idi. İndi bu yaş 35-ə enib. Sığorta kartı dünyanın hər yerində var. Amma onunla gedəndə yaxşı qəbul olunmur. Nəqd ödəniş verəndə həkim lap yaxşı qəbul edir.